Həftənin əsas hadisələrinə xəbərin statusunda işıq tutmağa çalışacağıq. Hər vaxtınız xeyir. Bu həftə Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin 1-ci mərhələsinin açılışında və Şuşada bir sıra açılışlarda iştirak edib və aparılan tikinti işləri ilə tanış oldular. Dövlət başçısı və 1-ci xanım yeni mənzillərə köçən sakinlərlə görüşdü və onlara evlərin açarlarını təqdim etdilər. Təbrik. Prezident İlham Əliyev sakinlər qarşısında çıxışında bir sıra mühüm məsələlərə toxundu. Xüsusən də bir ifadəsi Azərbaycanın 44 günlük vətən müharibəsindən sonraki dövrün siyasətini göz önünə sərirdi. Dövlət başçısı bildirdi ki, Azərbaycan müharibəni vaxtında dayandırdı, ancaq öz siyasətindən bir addım da geri atmadı. Ağdamla bərabər Laçın və Kəlbəcər rayonları. Biz onsuz da bu torpaqları azad edəcəkdik. Ancaq müharibə davam etsəydi, çoxlu itkilər olacaqdı. Biz ona görə müharibəni vaxtında dayandırdıq. Ancaq öz siyasətimizdən bir addım geri atmadıq. Və ondan 3 il sonra tam nəzarəti ələ götürdük. Suverenliyi, ərazi bütövlüyümüzü bərpa etdik və bugün separatizmin kökü kəsildi. Dövlət başçısı Ağdamı Xirosima ilə müqayisə edərək bildirdi ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdu. Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Bu bir daha düşmənin xislətini göstərir. Bizə olan tamamilə əsassız düşmənçiliyi göstərir. Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər. Çünki uzun illər işğal dövründə xarici vətəndaşlar Ağdam bölgəsinə, Ağdam şəhərinə, şəhərdən qalan o yerlərə gələ bilmirlər. İşğala son qoyulandan sonra ki, həm Azərbaycan vətəndaşları, həm xarici qonaqlar gəlməyə başladılar və gördülər ki, biz hansı düşmənlə üz-üzəyik. Məlumdur ki, Azərbaycanla Ermənistan arasında masada olan sülh müqaviləsinin müddəaları tam razılaşdırılıb. Bununla bağlı geri heç bir problem qalmayıb. Problem isə sülh müqaviləsinin bağlanması ilə bağlı Azərbaycanın şərtlərinin Ermənistan tərəfindən hələ də qəbul olunmamasıdır. Söhbət ATƏT-in Minsk qrupunun buraxılmasından və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu konstitusiyanın dəyişdirilməsindən gedir. Ermənistan birinci şərtlə bağlı sözdə razılıq etsə də zamanı uzadacaq müxtəlif manipulyasiyalar edir. Gah razılaşır, gah müxtəlif bəhanələr gətirərək bunun yalnız delimitasiya prosesindən sonra baş verəcəyini deyir və s. Revanşistlər isə bunun ümumiyyətlə əleyhinədir. Bugünkü şəraitdə ATƏT-in Minsk qrupunla bağlı müraciətin hələlik təxirə salındığını söyləməsi və buna Azərbaycan tərəfinin güya Ermənistana ərazi iddiaları irəli sürməsini vurğulaması yenə də faktlarla manipulyasiya etməkdir. Çünki Qərbi Azərbaycan anlayışı, Qərbi Azərbaycanlılar anlayışı Ermənistanın iddialarından tamamilə fərqlidir.
burada söhbət Ermənistan ərazilərini iddiadan getmir. Açıq mətnlə Azərbaycanlıların deməli öz torpaqlarına qayıdışından söhbət gedir, öz yurt yerlərinə və bunun da qarşısının alınması üçün heç bir mexanizm yoxdur. Beynəlxalq konvensiyalarda Azərbaycanın tərəfindədir bu məsələdə. Ermənistan konstitusiyası istisna olmaq şərti ilə. Bir faktı da vurğulayım ki, Ermənistan dünyada yeganə ölkədir ki, qayıdış hüququnu yalnız erməni millətindən olan insanlara verir. Bu həm Ermənistan konstitusiyasında yer alıb, həm də Ermənistanın müvafiq qanunvericiliyində yer alan faktdır. Mətn hazırlanıb. Tərəflər birgə gərək ATƏT-ə müraciət etməlidirlər ki, Minsk qrupun fəaliyyətinə xitam verilsin. İndi o məktub imzalandığı halda xitamı gərək ATƏT çərçivəsində Xarici İşlər Nazirlərinin illik samiti keçirilir. Sonuncu belə bir samit Maltada dekabr ayında keçirilib. Yəni keçən il. İndi növbəti gərək Helsinkidə, o da noyabr-dekabr aylarında. Ancaq Ermənistan tərəfi deyir ki, əvvəl sülh müqaviləsini imzalayaq, sonra o müraciəti edək. Biz isə deyirik ki, xeyr. Əvvəl müraciət olunmalıdır, sonra sülh sazişi imzalanmalıdır və ona görə ki, hərəm o müraciəti baxılması vaxt tələb edəcək. Təkcə bizim müraciətimizə görə o sammiti Helsinkidə vaxtından tez heç kəs yığası deyil. Ona görə düşünürəm ki, nə qədər ermənilər uzatmasalar da Azərbaycanın bu təklifi qəbul olunacaq. Bu həftə Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan İranlı həmkarı Abbas Əraqçı ilə görüşündə də sülh məsələsinə toxundu, lakin dünya ictimaiyyətini əsas məsələlərdən yayındırmağa çalışdı. Stat. Azərbaycan sülh müqaviləsinin mətni üzrə razılaşma əldə etdikdən sonra yeni şərtlər irəli sürür. Yəni Mirzoyan bir neçə ildir masada olan şərtləri yeni kimi qələmə verməyə çalışır. Rəsmi Bakının cavabı isə gecikmədi. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirdi ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu konstitusiya, Ermənistan milli qanunvericiliyi, məhkəmə iddiaları və siyasi bəyanatlar barədə faktlar hələ 2023-cü ilin may ayında Vaşinqton görüşü zamanı Ermənistan tərəfinə təqdim olunub. Bu barədə üçüncü ölkələr də tam olaraq məlumatlandırılıblar. Qeyd edilənləri nəzərə alaraq, Ermənistan tərəfinin güya Azərbaycanın bu şərtləri yeni irəli sürdüyü barədə iddiaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır və bu taktika heç bir nəticə verməyəcək. Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, vaxt itirmədən konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, Minsk qrupunun rəsmən ləğvi istiqamətində əməkdaşlıqdan boyun qaçırmamalıdır. Zəngəzur dəhlizi ilə bağlı məsələnin belə sülh müqaviləsində salınması istiqamətində Azərbaycan heç bir addım atmayıb və bununla bağlı müvafiq Ermənistanın öhdəliyi var 10 noyabr 2020-ci il bəyanatı çərçivəsində. Bu əslində Azərbaycan tərəfindən Ermənistana edilən güzəşt kimi dəyərləndirilməlidir. Çünki açıq şəkildə Ermənistan sülh müqaviləsinə qədər müharibənin nəticələrinə uyğun olaraq, kapitulyasiya aktına uyğun olaraq özlərinə öhdəliklər götürür. Bu aspektdən də Mirzoyan yenə də ənənəvi qaydada reallıqları fərqli bir formada təqdim etməklə güya Ermənistanın sülhpərvər olduğunu və bölgədə sülhün təminatçısı olduğu fikrini diqqətə çatdırmağa çalışır və Azərbaycanı isə aqressor kimi qiymət deməli dəyərləndirmək istəyir ki, bu da təbii ki Ermənistana verilən təlimatların icra olunması anlamına gəlir. Yəni prinsip etibarilə bu yanaşma tərzini biz bəzi Avropa parlamentarilər tərəfindən, o cümlədən də Fransa hökuməti tərəfindən irəli sürüldüyünün şahidi olur. Məğlubiyyətlərin bunlar çalışırlar biraz örtbasdır eləməkdə. Nəticədə istəmirlər göstərmək ki, bəli, Azərbaycanın bütün tələbləri uduzmuş tərəf kimi, haqlı olmayan tərəf kimi Ermənistan qəbul etməlidir. İndi cürbəcür sözlər deməklə sonda isə Azərbaycanın bu tələbləri qəbul olunur. İndi söhbət ondan getmir ki, bunlar indi gedib öz konstitusiyasına yaza bilərlər ki, Avstraliyada Ermənistanındır. Bunun nəticəsi kimi Avstraliya Ermənistanın olmayacaq.
Ona görə əslində onların konstitusiyalarında nə yazılıb yazılmamağından asılı olmayaraq biz onların kağız parçasına ümid bağlamırıq. Ordumuz var, Azərbaycanın qüdrəti var. Onlar təmin edir Azərbaycanın ərazi bütövlüyünü. Həftə ərzində Ermənistan rəsmilərinin bütün açıqlamalarının əsas məğzi sülh müqaviləsinin tez bağlanması ilə bağlı olub. Ermənistan şərtləri bir kənara qoyub sülh müqaviləsinin tez bağlanması ilə bağlı olub. Ermənistan şərtləri bir kənara qoyub sülh müqaviləsini necə deyərlər oldu bitdiyə gətirmək istəyir. Səbəb nədir? Əvvəlcə Ermənistan parlamentinin əsas gündəminə nəzər salaq. Bu həftə parlament Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul etdi. Yəni Ermənistanın bütün yolları Avropaya açılır. Ancaq əngəllər də var. Qapının tam açılması üçün Türkiyə ilə sərhəd açılmalıdır axı. Türkiyə ilə sərhədin açılması üçün Azərbaycanla sülh müqaviləsi bağlanmalıdır axı. Ermənistan indi qəbul edib ki, bunlar Avropa Birliyinə inteqrasiya olmaq niyyətindədirlər. İndi təbii bu bir çağırışdır, bu istəkdir. O heç nəyini dəyişmir, ona görə ki, Avropa Birliyinə Ermənistandan qabaq 7-8 dövlət gözləyir ki, haçan onların məsələsi baxılacaq. O da 30-cu ildən tez olmayacaq. Yəni Ermənistanla bağlı həlli heç nə yoxdur. Ancaq ehtiyatlanır ki, indi Rusiya ilə münasibətləri xeyli koruyublar. İranla da bağlı indi hansısa bir hadisələr baş verə bilər. Ona görə çalışır ki, Türkiyə ilə kommunikasiyalar açılsın, ki, onun Avropa inteqrasiyası məsələsində əsas Türkiyədən kommunikasiya olsun. Ona görə ki, ayrı onun Avropa ilə yolları yoxdur. Ancaq Türkiyə də deyir ki, Azərbaycanla sülh müqavilə olmadan onunla nə diplomatik əlaqələri quracaq, nə də yolları açacaq. Ona görə tələm-tələsik çalışır. Hansı bir sülh müqaviləsi adlanan bir sənəd əldə etsin ki, Türkiyə göstərsin ki, bəli, o tələbi yerinə yetirmişəm, gəl münasibətlərimizi normallaşdıraq, yolları da açın. İndiki şəraitdə Ermənistan ortalıqda şərtlər yerinə yetirilmədən, konstitusyon iddialar ortadan qalxmadan sülhün imzalanmasının tərəfdarıdır. Amma bu sülh nə qədər təminatlı olacaq? Yəni prinsip etibarilə əgər Ermənistan konstitusiyasında ərazi iddiaları qalacaqsa, Ermənistan nə deməsindən asılı olmayaraq, Ermənistan konstitusiyasında eyni zamanda açıq şəkildə vurğulanır ki, bu ana qanun bütövlükdə Ermənistanın üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərdən yüksəkdə dayanır. Bu deməkdir ki, istənilən hakimiyyət, hətta Paşinyan hakimiyyətinin özü də günün birində bu müqavilədən çıxdığını elan edə bilər. Yəni prinsip etibarilə bu artıq sülhün öncədən kölgəyə alınmasına xidmət edən bir davranış və addım kimi qiymətləndirilməlidir. Təbii ki, Ermənistan tələsir, amma bizə tələsik sülh lazım deyil. Bizə davamlı sülh lazımdır. Azərbaycanın mövqeyini Ermənistandan fərqləndirən də budur. Elə sülhlə bağlı açıqlamaların platforması bu həftə həm də Qazaxıstan oldu. Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzəyanın növbəti səfəri məhz bu ölkəyə idi. Səfər çərçivəsində yaddaşımızı təzələməkdə fayda var. Niyə məhz Qazaxıstan? Qazaxıstan sülh danışıqları üçün platforma ola biləcəyini dəfələrlə qeyd etmişdi axı. Əslində də platformaya ehtiyac qalmayıb. Bütün məsələlər həll olunub. Yəni o baxımdan ki, sənəd, yəni sülh sənədi mətn onun razılaşdırılıb. Yəni görüşüb nəyisə müzakirə etməyə ehtiyac yoxdur. Sadəcə olaraq Ermənistan necə deyirlər, ev tapşırığını yerinə yetirməlidir. Burada müzakirə predmeti yoxdur. Sonra isə müəyyənləşəcək ya Xarici İşlər Nazirləri səviyyəsində, ya birinci şəxslər səviyyəsində o sənədin imzalanması da baş verə bilər. Və düşünmürəm ki, bunun üçün Qazaxıstanda hansısa bir danışıq platforma kimi istifadəyə ehtiyac olsun. Şərhçilər Mirzəyanın Qazaxıstana səfərinin altında tam başqa mənalar axtarmağımızda fayda ola biləcəyini deyirlər. Biz bu davranışlarda əslində
Fransa ilə sinkron davranışların həyata keçdiyinin şahidi oluruq və bir də sübuta yetirir ki, bu vahid bir ssenarinin tərkib hissəsidir. Əslində Ermənistan nəyin bahasına olursa olsun çalışır ki, Mərkəzi Asiyanın türk dövlətləri ilə Azərbaycan arasında ixtilaflar yaratsın, müəyyən fikir ayrılıqlarına səbəb olsun. Məsələn, Türkmən qazının Ermənistan üzərindən Avropaya çıxarılması ilə bağlı iddiaların ortaya gəlməsi və bu istiqamətdə danışıqların aparılmasının mahiyyətində dayanan aspektlər də bundan ibarətdir. Yəni prinsip etibarilə ixtilaf yaratmaq, fikir ayrılığı yaratmaq və Azərbaycanla Türk dünyasının arasında müəyyən ziddiyyətlərin ortaya çıxmasına zəmin yaratmaq həm də Fransanın istəyi ilə, niyyəti ilə həyata keçirilir. Belə olmasaydı Emmanuel Macron özbəkcə danışmazdı və nəticə etibarilə Mərkəzi Asiya istiqamətində müxtəlif siyasi manevrlərin etməsinə cəhd göstərməzdi. Amma perspektivi yoxdur bu prosesin. Çünki əslində Türk Dövlətləri Təşkilatının və Türk dünyasının model olaraq formalaşmasında ideoloji platforma kimi çıxış edən, birləşdirici faktor kimi çıxış edən Azərbaycandır. Bütün bu proseslərin getdiyi günlərdə Avropa İttifaqının dırnaqarası müşahidəçiləri də şərti sərhəddə məskən salmaqda davam edirdilər. Təhrikçi davranışlardır və məqsəd də Azərbaycanı qıcıqlandırmaqdan ibarətdir. Başqa bir aspektdə bildiyiniz kimi artıq üçüncü qüvvələrin regionda olmaması ilə bağlı müddəa razılaşdırılıb. Yəni burada söhbət Avropa İttifaqının qondarma müşahidə missiyasından gedir. Amma bütün bunlara baxmayaraq mətn razılaşdırdıqdan sonra Paşinyan bir açıqlama ilə çıxış etmişdir ki, yalnız demarkasiya olunmuş ərazilərdən Avropa İttifaqının müşahidəçiləri çəkiləcəklər. Bu da əslində təzyiq xarakteri daşıyan bir prosesdir. Məqsəd yönlü şəkildə həyata keçirilir. İndiki şəraitdə müşahidə missiyasının aktivliyinin, fəallığının davam etdirilməsində təməlində onların gərəkli olduğunu xüsusi qabartmaqdan və Paşinyanın irəli sürdüyü o tezsə uyğun olaraq deməli prosesi həyata keçirməkdən ibarətdir. Yəni çəkilirlər, amma demarkasiya olunmuş ərazilərdən bəlli olduğu kimi Ermənistanla Azərbaycan sərhədinin uzunluğu da kifayət qədərdir. Yəni söhbət 1000 kilometrdən artıq bir ərazidən gedir, coğrafiyadan gedir. Bunun razılaşdırılması və demarkasiya olunması ilə illərlə vaxt ala bilər. Bu isə illərlə Avropa İttifaqının müşahidəçilərinin həmin ərazilərdə qalması deməkdir. Dünya müsəlmanları Ramazan bayramının coşkusunu yaşayır. Səhər saatlarından başlayaraq Azərbaycanın inanclı soydaşları da bayram namazı qılmaq üçün məscidlərə axışıblar. Əjdərbəy məscidində bayram namazı saat 8-də, Təzəpir məscidində isə 9-da qılındı. Minlərlə insan bayram namazı üçün məscidə toplaşıb. Hər kəs ibadət etmək, birlikdə dua etmək və bayramın sevincini bölüşmək üçün buradadır. Bayram namazı təkcə ibadət deyil, həm də insanlar arasında birliyi və həmrəyliyi gücləndirən gözəl ənənədir. Bugün ölkənin dörd bir yanında dini məbədlərdə böyük coşqu və təntənə yaşanır. Bu gözəl mübarək ayın bayramını gözləmək də, sevincini yaşamaq da ayrı bir zövqdür. Məscidlərdə müşahidə edilən gürlük və sıxlıq da bunun isbatıdır. Allahu Ekber. Suhufu İbrahim ve Musa yakşa. ويتجنبها القابل إلا ما شاء الله ولا يخاف وما سوى سمع الله لمن حمده وأهل التقوى والمغفرة Əmin-amanlıq olsun, sülh olsun. Hər bir müsəlmanın bugün bayramıdır, Ramazan bayramı təbrik edirəm. Onlar etdiyi dualar, qıldığı namazları Allah qəbul eləsin. Dövlətimizin müqəddəs Ramazan bayramı mübarək olsun. Bugünkü gündə tutulan bütün edilən niyyətləri, tutulan orucları, qılınan namazları Allah qəbul etsin. Allah bütün oruç tutanlara qüvvət versin.
Rəbbim kömək eləsin, Allah kömək eləsin. Hər kimin nə arzusu var, arzusuna çatsın qızım. Süfrələrimiz dolu olsun, canımız sağ olsun. Allah bütün Azərbaycanları qorusun. Vətənimizin uğurları daha çox olsun. Allah Taala bizim xalqımıza əmin-amanlıq versin və dövlətimizə əmin-amanlıq versin. Allah bütün oruçlanların niyyətini qəbul eləsin. Cəmi İslam aləminin bayramı mübarək olsun. Allah qıldığınız namazları qəbul eləsin. Bu həftəlik bizdən bu qədər. Gələn həftə yenidən görüşənə qədər hələlik. Eşq olsun Azərbaycan xalqına, Qarabağ, Azərbaycan.